Mən 2-ci Qarabağ müharibəsi veteranı Quluzadə Əzzağa Rövşənoğlu, İnşaat Konstruksiyaları MMC tikinti şirkətinin rəhbərləri Rauf Əliyev, Rəsul Əhmədov və Zahir Nəcəbov tərəfindən aldadılmışam. 2 il bundan öncə Yasamal rayonu Abbas Mirzə Şərifzadə 33 küçəsində yerləşən yeni tikili binadan 2 otaqlı 90 kvadrat metrlik mənzil əldə etmişəm. Təzəlikcə mənzilin yoxlanışına getdikdə aşkar olundu ki, mənim mənzilim ikinci şəxsə satılıb və mənim qoyduğum qapı qanunsuz şəkildə məndən xəbərsiz çıxarılaraq digər qapı ilə əvəz olunub və içəridə isə təmir işləri gedir. Rəhbərliyə müraciət etdikdən sonra bildirildi ki, onlar tərəfindən pečatlanan və imzalanan rəsmi müqavilə sənədi yararsız imiş və mənim mənzilimi qaytarmaqda boyun qaçırırlar. Mən heç kəsə icazə vermərəm ki, əzab-əziyyətlə, halal qazandığım pulla əldə etdiyim mənzili kimsə mənimləsin. Bu cinayət işi ilə bağlı məhkəməyə və hüquq orqanlarına müraciət etmişəm.